Degustasiya. Badımcan xırt-xırt eləyir. Burca yaxşıdır. Hər yerdə viral olan o xırt-xırt badımcanı gəlin bir yerdə hazırlayaq. Ev şəraitində tez və asan. Bunun üçün bizə lazım olan məhsulları hamısını ekranda yazdım. Siz də skrin eləyə bilərsiniz. Videonun açıqlama hissəsində də olacaq. 2 porsiya üçün hazırlayırıq, ona görə 4 dənə orta badımcan götürdük. Hamısının qabığını tam olaraq soyuruq. Bu arada xanımlar, kanalımızda ilk videodur. Dəstək olsanız çox sevinərik. İlk öncə badımcanı ortasından bölürük. Sonradakı hər hissəni bölürük 4 yerə. Biz uzunvari doğradıq. Amma siz istəsəz kub şəklində də doğraya bilərsiniz. Amma çox nazik olmamaq şərti ilə. Dərin bir qaba doğradığımız badımcanları yerləşdiririk. 7-8 qram duz da üstündən səpirik. Yaxşıca qarışdırırıq. Hələ ki badımcanla işimiz bitdi. 40 dəqiqə süzəkdə saxlayırıq, acı suyu süzülsün. Vaxtımızı itirmədən küncütü qızardırıq. Küncüt özü çox xırda bir toxumdur. Onu orta ateşdə qızartmaq lazımdır və mütləq durmadan qarışdırmaq. Son nəticəmiz isə budur. Hardasa 2-3 dəqiqə hazır olur. Tökürük qaba, soyusun və biz keçirik badımcana. Az da olsa suyu süzüldü. Adətən parnik badımcanlarda acı suyu olmur. Dərin bir qaba nişasta tökürük və badımcanları tam olaraq batırırıq. Bəzi videolarda görmüşük ki, badımcanı mətbəx salfetka ilə tam olaraq qurudurlar, amma belə olduğu halda quru badımcana nişasta yapışmır. Belə deyim də xanımlar, tam videodakı kimi eləsəz 100% sizdə alınacaq. Əgər artıq sınamısınızsa, mütləq rey bölməsində öz fikrinizi yazın. Keçirik növbəti mərhələyə. Hazır badımcanları atırıq süzəkə və qəşəngcə sirkəliyirik. Artıq nişastadan azad olmaq üçün. Çox olanda bərk daş kimi olur. Tavamızı yerləşdiririk ocağa, tökürük yağ. Gözləyirik ki, qızsın. Yağ qızana qədər isə gəlin sousu hazırlayaq. Sous üçün isə bizə lazım olacaq 2 qaşıq teriyaki sous və 1 qaşıq çili sousu, amma onu istədiyinizdən asılı olaraq az və yaxud çox əlavə eləyə bilərsiniz. Biz misal üçün çox da acılı sevmirik. Qarışdırırıq və salam hazırdır. Yağın qızmağı dərəcəsi taxta çubuqla yoxlayırıq. Mümkün qədər çox badımcan tavaya yerləşdiririk. Hardasa 5 dəqiqə bizdə birinci partiya hazır oldu. Qaldı heç nə. Bir dənə servisləmək və oturub yemək. Rukola hər mağazada tapılmır, ona görə vəzəriyini ona əvəz eləyə bilərsiniz. O da çox dadlı alınır. Və yaxud misal üçün kişnişdən. Çeri pomidorları isə adi pomidorlarla əvəz eləmək olar. Bayaq hazırladığımız sousu da üstündən tökürük, dəhşət dadlı alınır, mütləq sınayın. Ən sonda isə küncütümüzü səpirik üstündən. Bu salat xanımlar süfrəyə isti-isti servis olunmalıdır. Sonra dadı əvvəlki kimi olmur. Bugünlük bu qədər. Əgər bəyənmisinizsə like düyməsini basıb bizim kanalımıza abunə olmağı unutmayın. Hələlik.